Milli İnsan Resursları Forumunda 9-cu dəfə təşkil edilir. 2015-ci ildən 550-dən artıq iştirakçı ilə bugün buradayıq və insan resursları sahəsindəki müxtəlif mövzuları, trendləri dünyada həm biznesdə, xüsusilə də insan resursları sahəsində avtomatlaşmanın, texnologiyanın yaratdığı yeni reallıqdan, konsept mesajımızdan da göründüyü kimi bəhs edəcəyik və bugün 18 nəfər moderator və spikerlərimizlə 550-dən çox iştirakçı ilə Bakı Konqres Mərkəzində bu mövzulara toxunmağa çalışacağıq. Bugün Milli İnsan Resursları Forumunda biz süni intellekt təşəbbüslərinin təşkilatlarda təşkilati səviyyədə, funksional səviyyədə və fərdi səviyyədə necə idarə olunması və bu idarə olunma prosesində qurumların hansı çağırışlarla üzləşməsini müzakirə edəcəyik. Bu çağırışları, problemləri, riskləri bir-bir incələyib, hər biri ilə bağlı konkret həll tövsiyələri verəcəyik. Eyni zamanda bu transformasiyanın memarları kimlərdir? Bu suala bir yerdə cavab axtaracağıq və ümid edirəm ki, cavabı tapacağıq.